Hər gün yollardayıq, elə deyil? Amma heç yol gedərkən fikirləşmisinizmi ki, bütün bu hərəkəti arxa planda idarə edən görünməz bir texnologiya var? Bugün biz məhz o texnologiyadan, yəni yollarımızın gizli beyni sayılan nəqliyyat detektorlarından danışacağıq. Hər şey çox sadə bir sualdan başlayır. Təsəvvür edin, gecə vaxtı boş bir yolda qırmızı işıqda dayanmısınız. Bir neçə saniyə sonra işıq yaşıl yanır. Yaxşı, bəs svetofor sizin orada tək olduğunuzu hardan bildi? Bu heç də təsadüf deyil. Bu, ağıllı texnologiyadır. Cavab isə olduqca sadədir. Nəqliyyat detektorları. Bəli, bu kiçik, amma çox vacib cihazlar yollarımızda nizam-intizamı təmin edən əsas vasitələrdən biridir. Yaxşı, gəlin başlayaq. Nəqliyyat detektorlarını yol şəbəkəmizin gözləri və qulaqları kimi təsəvvür edə bilərsiniz. Onların əsas işi dayanmadan məlumat toplamaqdır. Hansı maşın, hansı sürətlə, haradan keçir? Bütün bu məlumatlar real vaxt rejimində toplanır və idarə etmə mərkəzlərinə ötürülür. Nəqliyyatı düzgün idarə etmək üçün gərək əvvəlcə onun dilini başa düşəsən. Yəni, onun əsas göstəricilərini bilməlisən. Bəs bu detektorlar tam olaraq nəyi ölçür? Gəlin baxaq. Deməli, əsasən 3 vacib parametr var. Birincisi, intensivlik. Bu çox sadədir. Müəyyən bir nöqtədən 1 saat ərzində neçə avtomobil keçir. İkincisi, sıxlıq. Bu isə yolun hər kilometrində eyni anda neçə avtomobilin olduğunu göstərir. Və əlbəttə ki, üçüncüsü, sürət, yəni yoldakı maşınların orta sürəti. Bu 3 göstərici yolun vəziyyəti haqqında tam təsəvvür yaradır. Məlumat toplamağında 2 fərqli yolu var. Detektorlar həm tək bir avtomobili fokuslana bilir, məsələn, onun sürətini, ölçüsünü, hətta zolaqdakı mövqeyini dəqiq ölçür. Həm də ümumi mənzərəyə baxa bilir. Yəni, bütün axının intensivliyi, sıxlığı, maşınlar arasındakı məsafə və ya yolda nə qədər yük maşını, nə qədər minik avtomobili olduğu kimi məlumatları analiz edir. Yaxşı, bu qədər məlumatı toplamaq üçün hansı texnologiyalardan istifadə olunur? Elə bilin ki, hər tapşırıq üçün fərqli bir alət var. Nəqliyyat detektorları da eyni ilə belədir, hər şəraitə uyğun bir növü mövcuddur. Bu detektorların işləmə prinsipini bizim öz duyğu orqanlarımızla müqayisə etmək olar. Bəziləri kameralarla görür, bəziləri yola bastırılmış sensorlarla hiss edir, bəziləri isə səs və ya radio dalğaları ilə sanki eşidir. Hər biri fərqli bir fiziki qanuna əsaslanır. Başlayaq ən çox yayılmış növdən, induktiv detektorlar. Böyük ehtimalla hər gün üstündən keçirsiniz, amma görmürsünüz. Çünki onlar asfaltın altına yerləşdirilib və üzərindən keçən avtomobilin metal kütləsini hiss edərək işləyirlər. Sonra gəlir video detektorlar. Bunlar daha müasirdir. Yuxarıdan asılan kameralar və süni intellekt vasitəsilə görüntüləri analiz edirlər. Yəni, sanki bir insan kimi baxıb, yoldakı avtomobilləri sayır, sürətini ölçür və təsnif edirlər. Radar detektorları isə tam fərqli prinsipə əsaslanır. Onlar ətrafa radio dalğaları göndərir və bu dalğalar bir avtomobilə dəyib geri qaydanda onun həm varlığını, həm də sürətini dəqiqliklə təyin edirlər. Bir növ yarasıların exolokasiya sistemi kimi. Və nəhayət, ultrasəs detektorları var. Adından da göründüyü kimi, bunlar səs dalğalarından istifadə edir. Yola doğru yüksək tezlikli səs siqnalları göndərir və altından bir avtomobil keçəndə bu siqnalın geri qayıtma müddəti dəyişir. Beləcə maşını qeydə alır. İndi isə gəlin biraz daha dərinə gedək və ən geniş yayılmış detektor növünə, yəni o asfaltın altındakı görünməz induktiv ilgiyə daha yaxından baxaq. Görək bu sistem necə işləyir. Deməli, proses əslində çox məntiqlidir. Baxın, əvvəlcə yolun altına naqildən bir ilgək, yəni halka yerləşdirilir. Bu naqildən elektrik cəryanı keçəndə ətrafında zəif bir maqnit sahəsi yaranır. Sonra siz avtomobilinizlə bu halqanın üstündən keçirsiniz. Maşınınız böyük bir metal parçası olduğu üçün o dəqiqə maqnit sahəsini pozur. Bu cüzi dəyişikliyi ilgəyə qoşulu olan elektron blok dərhal hiss edir və svetoforu idarə edən qutuya siqnal göndərir. Diqqət, burada bir avtomobil var. Vəssalam. Ən maraqlısı isə odur ki, bu naqil ilgəkləri yolda cəmi 5-8 sm dərinlikdə kəsilmiş xüsusi yuvalara qoyulur və sonra da üzəri yenidən asfaltla örtülür. Məhz buna görə də onlar tamamilə görünməzdir və biz onların mövcudluğunu heç hiss etmirik.
Yaxşı, bütün bu texnologiya, bu qədər məlumat, axı niyə bu qədər vacibdir? Gəlin indi ümumi mənzərəyə baxaq və bu detektorların müasir şəhərlər üçün həyati əhəmiyyətini anlayaq. Niyə daha ağıllı və təhlükəsiz yollara ehtiyacımız var? Deməli, bu detektorların əsas funksiyaları bunlardır. Onlar maşınların hərəkətini, dayanmasını, sürətini və istiqamətini qeydə alır. Hətta yük maşını ilə minik avtomobilini bir-birindən ayırd edə bilir. Bütün bu məlumatlar əsasında yolun sıxlığını və intensivliyini hesablayır. Ən əsası isə bu məlumatlara görə svetoforların işini real vaxtda tənzimləyir. Yəni, yol boşdursa, sizi boş yerə qırmızıda saxlamır. Əlbəttə ki, bu cür vacib işi görən cihazlara qoyulan tələblər də yüksəkdir. Onların quruluşu həm sadə, həm də çox etibarlı olmalıdır. Asan quraşdırılmalı və lazım gələndə rahat xidmət göstərilməlidir. Ölçmələri çox dəqiq, istismar müddəti isə uzun olmalıdır və ən vacibi, heç bir halda nəqliyyat axınına maneə yaratmamalıdır. Beləliklə, bir tərəfdən avtomobillərimiz getdikcə daha da ağıllı olur, bir-biri ilə danışır, özü-özünü idarə edir. Bəs onları izləyən yollar necə? Onlar bu inkişafdan geri qalmamalıdır, elə deyilmi? Bəs sizcə ağıllı avtomobillər dövründə yollarımızın növbəti mərhələdə nə gözləyir?